Hamıya salamlar əziz dostlar. Bu gün Car Simulator 2-də qaldığımız yerdən davam edirik. Car Simulator 2-də bu gün yeni bir maşın alacaq. Həm də tam buradan alacaq dostlar bu yeni maşını. Buradan çox gözəl bir dənə maşın tapdım. Onu almağa gedirəm indi. Şərətimi ayarladım. Belyaz kimi çəkən videoda sizlərə bir dənə bura gələk. Belyaz kimi çəkən videoda bu garaj idi. Aldığımız taksi, elə bir ki, aldığımız garajı taksi maşınları ilə doldurduq və hal-hazırda burada taksi maşınlarımız var. Sən demə, bir dənəsi də burada da var imiş. Yəni bizim burada bir taksimiz var idi. Mən bunu istəyənməmişəm. Yəni var imiş bu. O da navigasyon var burada. Takip etdirir. Çıx baxlara, yenə atomin. Navigasyon niye ters işaret değil anlamadım, neyse. Zaten ha burasıdır da, ha gəldi. Navigasyon niyeyse tas göstərir, anlamadım o işi. Niye öyle oldu bilmirəm. Burada elə bir şey Lamborghini Urus var, ancaq sürüşdə alacağım abuna, fikrim var. Onu bilmirəm. Toyota Camry var burada. O zaman biz bu ikisini almışdıq. Yəni bu ikisi ilə bir yerə qarşılaşdıracağım bunu. Bir də bunu. Bu 305 təncəyə, bu da 250 basır. Qarşılaşdırmalarında əminəm ki, bu udar. Neyse, onları ən qısa sürəşdə eləyəcək. Clio var idi bizdən atar olsa. Legendary. Hə, baxın, bu maşını alacaq dostlar. Bu maşını bilənlərimiz var. Audi. Nə idi? A86 yox, A86 olamaz. Audi RS8 idi, nə idi? Hə, bu maşın çox uzundur. İçinə minək bir dənə oba. Şu içə baxı. Bu maşının direksiyonunda burada bir şey var. Bu nədir bilmirəm yəni. Maşın biliyoruz çox uzun. Uzun bir maşındır bu. Hızı 250'dir. Ağırlıq 2150. Görsünüz 2150 ağırlıqda. 2150 ağırlığı var. Manevra 3. Aldım. Garaja təslim etdiyim cavab bu nədir? Aha. Garaja təslim et dedim. Hansı garaja getdi yaxşı? Burada ay ba, burası çok damı tamamıyla burası boşdur. Burası bura gəlməliydi aslında. Boşdur, bura gəldi. Burada yoxdur, az garajda deyərəm. Bura gəldi, gördüm. Sprinter olan yer. Ora doğru bir gedək. Garaja təslim etdik. Dur, buradan bir işarələyək. Buradaymış. Gördünüz dostlar. Garaja teslim et de var imiş. Da navigasyon niye yoktu burada anlamadım. Lan navigasyon niye yoktu? Bu boyda bomboş olacaq. Nətəri vurdum bu ağaca. Mən bunu illərdir bir sonra araşdıramadım. Bomboş yola gəlib bu ağaca nətəri gəldim, girdim. Buradan giriş yoxdur. İki binanın arası burada boşluq yoxdur. Bir giriş yoxdur buradan. Bu arada qaraja teslim eti də bilmiş olduq. Yəni qaraja bu şəkildə teslim eləyə bilsənmiş. Ağacı sayəsində öyrəndik. Maşına baxınıq. Oba, şu görünüşə baxın da maşınımın görünüşünə baxın.
250 basırmış. Caydan da doğru mu görəcək. Amma rəngini dəyişdirək da. İlk əməkdə rəngini dəyişdirmək şərtdir. Bu navigasyon niyə səhvdir? Niyə beləsinə göstərmir bu navigasyon? Anlayamadım. O yol uzadır, benzinimizi qurtardır bu navigasyon işi. Amma buranın da rəngini dəyişdirməsək olmaz. Maşının rəngini qırmızı eləyəcəm. Mavi dedik. Qırmızı olsun. Uyguladıq. Buna ehtiyac yoxdur. Hoppa, qırmızı rəngdə yaxşı. Reklam gəldi. Reklam bitəndən sonra ilk testimiz top speed olacaq, şatır olsa bilirsiniz. Çıx. Ay şu maşına baxın. Trafiği bağlayaq, yəni trafiği bağlayaq olsa. Yolların arasında top speed görmək olar. Əlbəttə ki, yeni şəhərin yollarında. $250 basacaq bu. Ay donma oyun, donma. $250. Təxmin doğru imiş. 250 bastı. İndi isə fren testinə doğru gedirik. Bu maşın məsələn tormozun necə olacaq? Onu görməyə gedirik indi. Polis maşını var tam qabağımızda. Az önce trafiğe ya da dayan sonra açarıq. Fren testindən sonra trafiği açarıq biraz. Tamam basaq indi. Yavaş çatırıq tormoz nöqtəsinə görək. Necə basacaq freni görəcək indi. Donmada bir Tamam 200'ə qalxdıq. Ay niyə bastım orada tormoza girişimi? İndi bastım tormoza. Ama çok gec dayandı gördünüz. Çok gec dayandı. Gördünüz zaten gec dayandı maşın. Yani tam burada dayandı. Bak da tam burada. Ama buna da basmaq olar ya yer gələndə də yəni görə. Baxın burada bir dənə tormoz nişanı var. Görməmişəm o. Oy bo, freak dedi. Bu sefer de ona basacağım. Görmüş olasın ona basacağım ben bu sefer.
Bastım. Oy niye olmadı? Nəsə də. Həmişə mən düzgün vurmadım. Tormoz testində zəif. Çünki gec dayandı biraz. Naraq gec dayandı. Dur, stadyuma gəlsəydik. Beyin getdi. Dur. Lap natras bir yerlərdir bura. Çox natras bir yerlərdir buralar. Lan uçduq. Aferin, taxıl atdıq. Göşək. Caq driftinə çəyiymiş. Drift çox qəşəngdir yalnız. Əla bir drift eləyir dostlar bu. Mən bu driftini bəyəndim yəni. Uzun drifti də xarab eləmir. Çox qəşəng bir drifti var həqiqətən də. Tam tərəfləmişim ki, yenə dəydik oralara. Qəşəng idi vallahi, yəni drifti bəyəndim mən. Yalan yox, bir şey yox. Bunun drifti qəşəng idi. Dur, bunun səsini azaldım mən. Mane olmasın bizə. Yəni bizə mane olmasın hər iki mənada da geçsin bunun səsi ya Allah. Belə ölərsən. Maşın öz-özündən dönür, gedir, reklam canlısı belə olur, bilirsiniz. Ən qısa sürəşdə Bugatti Veyron alası yox. Biraz pul kasım, o maşını alacağım. Ondan sonra da TLT eləmək fikrimiz var. 250 tasa kasım. Bu tapşırıqlar sayəsində demişdim ki, yenə bir dənə tapşırıq eləmişəm.
nida işarəsi yanmayıbdı. Mən görmüşəm sonradan. Burasında da elədi, ya burada elədi öyle çox. Bu arada bir şey daha var. Yaxına sizlərlə abracasıydım. Yaxına sizlərlə bir yerdə onlayn girəndə çevrimçi yarış eləyəcəm. Həm də ki, çevrimçi keçirən sürədə sizlərlə bir yerdə oynayasıyam. Çünki burada kriptolu tapşırıqlar var. Bunları sizinlə məsələn mən bunu bir dəfə onlayn girəndə Bolt VIP ilə özüm elədim. Məndən bir dənə onlayn girib oynayan olmadı. Ona görə sizlərlə bir yerdə ən qısa sürüşdə onlaynına girəcək. Orada sizlərlə bir yerdə çox qəşəng bir şəkildə kripto kasacaq və yeni gələn o Hyundai Santa Fe-dir və yaxud da bir sizlərdir. Onu sizlərlə bir yerdə alacağım. Ən qısa sürüşdə onlayna başlamaq fikrimiz var. Başlayacaq yəni. Biraz da kriptolu maşınlar alaq. Elan bulmuşdum, hamısı getdi amma yeniden hamısını almağa çalışacağım sizlər üçün. Of. Get. Çok geçer bir maşın oldu bu yani. Bir tane tormoz sisteminde torbozda problem çıktı ama haddinden artık. Ne vardı maşın üstümüzden hoppandı. Nasıl siz? Dur. Ay dur çıkma kavağıma dur. Kazandık. 118 tasla da aldık görmüş olduğunuz kimi. Yine reklam. Reklam ki reklama. Abi ne tələblə ki oyunları gətirməyi bacarsınız. Çıxın gəlin buradan, çıx. Nə çıxdığı bəlli deyil vallahi bu işlərine. Bu arxa tüneli buradan bir keçiş eləyək görək. Of, çox qəşəng oldu vallahi bu maşın sürməmiz. Burada qalaq elə. Bax burada bir yerdə qalaq. Video da buralarda bitsin. Belə buralarda saxlayaq. Görmüş olduğunuz kimi yeni bir maşın aldım. Yəni inşallah bəyəndiniz. Audi'dir. Çok qəşəng bir maşındır. Audi nə yoruma yazarsanız ona qəşəng olar. Audi nədir? Yoruma yazın. Bugünlük məndən bu qədər. Ən qısa sürüşdə onlayn və maşınlar gəlməyə davam edəcək. Sonraki videolarda görüşmək üzrə.